Salam, bugün sizler için kısa videoda qutap hazırlayacağım. Göyərtləri önceden yumuşam, suyun çəkilməyə qoymuşam. Xəmirini hazırlayıram. Onun içərisinə azacıq maya, duz əlavə edirəm, isti su əlavə edirəm, xəmir yoğuram. Xəmir yoğurduqdan sonra bir xörək qaşığı duru yağ əlavə edirəm, yenidən yoğuram, qoyuram kənarda 15 dəqiqə dincəlsin. Bu arada göyərtiləri doğrayıram. Mən göyərtilərdən ispanaq, şüyüd, kişniş, kəvər, cimcilimdən istifadə etdim. Doğradım, göyərtiləri kənara qoydum. Üzərinə də 5-6 baş soğan doğradım, suyunu sıxdım, əlavə etdim. Xəmiri kündələyirəm. İlk kündələdiyimdən başlayıram yaymaya. Yayıram, ilk yuxanı kənara qoyuram, ikinci yuxanı açıram və üzərinə kənarda hazırladığım göyərti, pendir və üzərinə duz əlavə edib qarışdırdığım qarışımı əlavə edirəm. Qeyd edim ki, göyərtilərin hamısına öncədən duz əlavə etmək olmaz. Kənarda saxladığım yuxanı ilk açdığım yuxanın üzərinə əlavə edirəm, kənarlarını kəsirəm, öncədən qızdırdığım sacın üzərinə əlavə edirəm. İstəsəniz tavada da bişirə bilərsiniz. Gördüyünüz kimi fərqli formada yumburu hazırladığım qutaplar möhtəşəm alındı. İsti-isti üzərinə yağlayıram. Çox dadlı, ləzzətli qutaplar alınır. Mütləq bu formada yoxlayın. Bəyənsəniz kanalına abunə olun, like atın. Hələlik.